Maşın ağacı mənə Mercedes bənzət. Buyur, al. Nə vaxta qədər ki klaviaturamın start düyməsi Windows'da, o vaxta qədər Linux-da HyperOS-də getsin bloka. Qız ağacı mənə trilyon dollar bəxş et. İndi mən varlıyam, hər kəsə paylayacağam. Dostlar, gördüyünüz bu süni intellekt videolarını tamamilə pulsuz hazırlamışam. Gəlin sizə də öyrədim. Bəli, həmin bu videoları siz telefon ilə də hazırlaya bilərsiniz. Çünki eyni sayt telefonda da var. Əgər telefonla etməyimi istəyirsinizsə mütləq kommentlərdə bunu qeyd edin. Bəli, ilk öncə onu qeyd edim ki, bu LTX Studio adlı süni intellekt Azərbaycanda işləmir. Baxın, gördüyünüz kimi LTX sizin ölkənizdə mövcud deyil kimi bir xəta verir. Bunun üçün də biz Google Chrome üzərindən VPN ilə daxil olacağıq. Bunu belə mən sizə sıfırdan göstərəcəm. Deməli buraya yazırıq ki, Google Chrome VPN. Bəli, gördüyünüz kimi mən də bura Google Chrome VPN yazdım və axtarış verirəm və axtarış nəticələri burada çıxdı. Siz burada ən üstdəkinə daxil olursunuz. Baxın belə bir şey gəldi, daxil olursunuz. Baxın belə bir şey gələcək. Free VPN for Chrome deyəcək. Bu rəngindən biləcəksiniz, yəni yaşıl rəngdə. Burada gördüyünüz kimi Google Chrome-a əlavə et deyə bir şey yazılıb. Buna klikləyirsiniz və uzantı eklə deyə bir şey yazılıb. Buna klik edirsiniz və bu uzantı, yəni Google Chrome əlavəsi bizim kompüterimize yüklənir. Və gördüyünüz kimi sağ üstdə yükləndiyi haqqında məlumatlar gəldi. İndi əlavə olmasını gözləyirik. Bəli, sonra burada kiçik belə bir yapboz işarəsi var türklər demişkən. Buna klikləyirik və burada sancmaq, yəni sabitləmək işarəsi var. Buna klikləyirsiniz və VPN baxın buraya düşür. Bura düşdükdən sonra baxın ücretsiz, yəni pulsuz VPN bizim üçün yüklənir. Sizi belə bir sayta atacaq avtomatik olaraq. Siz buradan free plan, yəni pulsuz planı seçirsiniz. Yəni bu üstdəki düyməyə klik edirsiniz və VPN burada işə salınır və işləməyə başlayır. Biraz gözləyirsiniz, belə bir şey gəlir. Baxın buradan continue düyməsinə klik edin, sonra start düyməsinə klik edin. Burada belə bir şey gələcək. Buradan free düyməsinə klik edin və belə bir şey gələcək. Bu da VPN-in reklamıdır. Yəni VPN-in pullu olan hissəsidir. Burada sol üstdən X-a klikləyin və VPN gəlir burada. İstədiyiniz ölkəni seçə bilərsiniz. Mən də buradan Fransanı seçirəm. Play düyməsinə, yəni başlatma düyməsinə klik edirəm. Biraz gözləyirəm. Bu mənim üçün başladılar. Və dostum, bu VPN başladılana qədər sən aşağıdan YouTube kanalımıza abunə olub bildiriş zəncini aktiv edib bir də videoya like atsan çox sevinərəm. Gəlin davam edək. Bəli, VPN yükləndi və buradan aktiv olunduğu görünür və hətta belə saniyə belə sayır. Yəni saniyəni burada gördüyünüzsə bilin ki, VPN işləyir. Sonra bu axtarış bölümünə LTX Studio AI yazın. Avtomatik bizim axtardığımız nəticə çıxacaq. Bəli, baxın LTX Studio AI olaraq yazdım və axtarışa verirəm. Belə şeylər gələcək. Burada biraz aşağılara düşün. Saytımız aşağılardadır, yəni ən üstlərdə çıxmır. Biraz aşağı düşün, baxın belə bir sayt görəcəksiniz. LTX Studio qara rəngdə bir loqoları var. Buna klik edəcəksiniz və sayta daxil olacaqsınız. Və buradan baxın Start Now deyir. Bu Start Now düyməsinə klikləyirsiniz. Bura sizdə ingiliscə falan gəlsə, çətinlik çəkməmək üçün dili üstdən də dəyişə bilərsiniz və ya buradan sıçanın sağ düyməsinə klik edin. Türkcə dilinə çevir edərək çevirə bilərsiniz. Baxın, keçdi avtomatik türkçəyə. Baxın, buradan hayır təşəkkürlər düyməsinə klik edib tamam deyirəm və belə bir şey gəldi. Yəni sayt bizdən qeydiyyat istəyir. Buradan disable all deyilən yerə klik edirsiniz və bizim buradan hesab açmağımızı istəyir. Boş bir Google hesabınız ilə giriş edə bilərsiniz bura. Yəni çətin bir şey yoxdur. Google hesabınızı yazıb giriş edirsiniz və ya istəsəz buradan Google bölümündən giriş edə bilərsiniz. Mən də giriş edirəm indi. Bəli, buradan baxın Google hesabımı seçirəm. Bu mənim üçün yüklənir. Şifrə falan soruşa bilər. Narahat olmayın. Google hesabınız ilə sayta giriş edirsiniz. Bunların hamısının soruşması normaldır. Və gördüyünüz kimi sayt burada açılır. Yenə üstdən türkçəni seçin ki, çaşdırmasın sizi. Və belə bir xidmət şərtləri deyə bir şey gələcək. Ən aşağı düşün və bu iki damanın içinə quş işarəsini qoyub qəbul etmək düyməsinə klik edin və açılacaq. Və deyir ki, gördüyünüz kimi LTX-yə gəlmə səbəbiniz nədir? Buradan baxın iş deyir, eğitim deyir və başqa bir şey deyir. Burada kişisel kullanım deyir. Mən kişisel kullanıma klik edirəm. Çünki AI videolar hazırlamağı göstərəcəm sizə. Və sonra buradan sonraki düyməsinə klik edin. Və burada da baxın haydi başlayalım deyə bir şey yazılıb. Buna klik etdiniz. Baxın burada müəyyən funksiyalarını reklam edir bizə. Biz buradan elə baxın ən üstdə yaratmaq funksiyasına klik edəcəyik və belə bir yer gələcək. Eynən Gemini-də, ChatGPT-də olduğu kimi belə prompt yazma yeri falan gələcək. İstəsəz özünüzdən bura şəkil qoyub həmin şəklin üstünə AI-yi əlavə edə bilərsiniz. Yəni AI videonu o formada yarada bilərsiniz. İstəsəz bura hər hansı bir prompt yazaraq da edə bilərsiniz. Videonu hazırlamazdan əvvəl bu AI video proqramı haqqında mən sizə qısa məlumat verim. Baxın, buradan planı seçə bilərsiniz. Yəni sizin üçün nə cür yaradacağını seçirsiniz. Yəni ChatGPT-də falan var. Böyük ehtimal görmüsünüz. Plus planı və yaxud da ultra plan falan belə şeylər var. 8 saniyə qədər video yarada bilir. Yəni 6 saniyə, 5 saniyə deyil. Biraz onlardan artıqdır. 8 saniyədir. 1080 piksel. Baxın, bu da yaxşı göstəricidir. 1080 piksel video yaradır. Buradan baxın 1440 piksel göstəricisi də var. Onu da seçə bilərsiniz. 4K isə pulludur. Yəni bizdən burada pul istəyir. Və sonra burada videonun formatı var. 16:9
9-a var, 1-in 1-ə var, bir də 9-un 16-ya var. Yəni bunlarda yaradacağınız video üçün seçə bilərsiniz. Mən burada dikey yaradacağam, yəni 9-un 16-ya seçirəm. Yəni özünüz videonu yaradarkən bunu düzgün seçin. Və bu yerə xahiş edirəm diqqətlə baxın. Baxın burada daha yazılıb. Bu düyməyə klik edin. Baxın səs açıq deyir, səs kapalı deyir. Siz burada səs açıq seçin ki, süni intellekt videonu danışdırmaq istəsəz, yəni ona söyüş falan söydürmək istəsəz, səsi açıq eləyin buradan və buradan yaradacağı videonun sayını seçin. Siz buradan 1 seçin ki, 2, 3, 4 dənə video göstərir burada. 4-ə seçsəniz limitinizi birbaşa işlədəcək. Bir də prompt yazmaqla bütün limitinizi işlətmiş olacaqsınız. Ona görə də bir video seçin və altdan da FPS-in seçirsiniz. Baxın 24, 25 falan var. Məndə standart olaraq 25 seçildi. Ona görə də elə 25-də saxlayıram. Bura hazır. Gəlin indi qısaca bir prompt yazaq və buna yerləşdirək. Görək nə hazırlayacaq. Bəli, promptu mən həmişə kimi ChatGPT vasitəsilə yazacağam. Hətta belə videodan əvvəl bir prompt yazmışam. Burada var. Bunu belə kopyalayıram və promptu yazarkən içinə Azərbaycanca söz əlavə edəcəksə, bunu yenə süni intellektdə deyim. Baxın, mən türkcə yazmışam sözü ki, rahat desin videoda. Ən azından bir türkcə video hazırlaya bilim. Baxın, senin gibi arabanın ta yanından geçəyim mən deyə bir şey hazırlamışam burada. Yəni o yazını yazmışam. Görək indi o sözü deyəcək yoxsa yox. Promptu da yazarkən ChatGPT-yə deyin ki, yəni həmin orada olan adamın və yaxud da karakterin deyəcəyi sözü ingiliscə deməsin. Yəni sözü ayrıca orada qeyd edin ki, o sözü Azərbaycanca və ya türkcə desin. Promptu kopyaladım. İndi isə buradan gəlib daxil olam yenə həmin AI-ya və buraya yerləşdirirəm bunu. Və yenə buradan hər şeyə baxıram, görüm problem falan yoxdursa, oluşdur düyməsinə klik etdiyimdə baxın avtomatik olaraq dikey videomuz burada yaradılır. Burada vaxt falan göstərir, nə cürə yaradacağım falan göstərir. İndi gözləyək bu yaratsın. Yenə dostum az öncə kimi o süni intellekt videonu hazırlayana qədər aşağıdan kanalıma abunə olub videoya like atsan çox sevinərəm. Gəlin görək hazırladı yoxsa yox. Bəli dostlar, gördüyünüz kimi videomuzu burada hazırladı. Yəni mənim yazdığım kimi ora qeyd eləmişdim ki, promptu qısaca deyim, sonra videomuza baxaq. Yazmışdım ki, bir insan arabasını təmizləyərək, yəni maşınını silərək orada desin ki, sənin gibi arabanın ta yanından keçəyim. Yəni biraz söyüşlü vari bir şey olsun deyə eləmişəm belə. Gəlin indi görək burada nə deyəcək. Senin gibi arabanın ta yanından geçeyim ben. Baxın dostlar, çox qəşəng. Yəni sözü sərbəst bir şəkildə dedi, heç bir problem, donma, ilişmə falan yaşamadı. Düzdür, video donurmuş kimi görünür burada. Səbəbi isə baxın burada sağ üstdəki VPN-dir. Yəni öz internetimdən istifadə eləyə bilmirəm burada. VPN internetimi zəifləşdirir, buna görə donur. Normalda siz bunu yükləyəndə donmuş şəkildə görünməyəcək bu. Təəssüf ki, kiçik bura bir sticker kimi logo da atır. Yəni LTX2 deyə yazılıb. Onun yəni ziyanı yoxdur. Bütün süni intellektlər onu atır. İndi bu videonu necə yükləmək olar, onu göstərim mən sizə. Bəli, videonu yükləmək də çox rahatdır. Baxın burada yükləmə işarəsi var. Buna klik edirsiniz. Baxın burada deyir ki, fayl yüklənir. Fayl yükləndi. Baxın gördüyünüz kimi kompüterimin yaddaşına düşdü. Üstünə klik edək görək az öncə kimi donur yoxsa yox. Senin gibi arabanın ta yanından geçeyim ben. Bəli, gördüyünüz kimi senin gibi arabadan ta yanından geçeyim mən. Yəni problemsiz bir şəkildə işləyir. Donma falan, ilişmə falan heç bir şey yoxdur. Yəni siz də bu formada hazırlaya bilərsiniz. Çətinliyiniz falan olsa, çətinlik falan çəksəniz, aşağıda kommentlərdə mənə yazarsınız. Mən sizə kömək edərəm. Promptu da baxın gördüyünüz kimi belə bir şey yazmışam. Bunu da kopyalayıb götürmək istəsəz götürə bilərsiniz buradan. Və dostlar, yadımdan çıxmamış bir şey də qeyd edeyim ki, siz burada 6 və ya 7 dənə video hazırlaya bilirsiniz. Yəni eynən Grok AI-da olduğu kimi, bu da yəni limitlidir. 6 dənə, 7 dənə video yaradırsınız. Sonra sabahsı gün, yəni 24 saat sonra avtomatik o limit sıfırlanır. Sonra səhərsi günü yenə 6 dənə, 7 dənə video hazırlaya bilirsiniz. Eynən Grok AI-da kimidir. İstəsəz, nə cür istəsəz bunu istifadə edə bilərsiniz. Bəli dostlar, videomuz bu qədər idi. Videonun içərisində də qeyd etdiyim kimi aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini aktiv edərək bizlərə dəstək ola bilərsiniz. Sağ olun, salamat qalın.